Salam, Üç Qardaş proqramının daimi izləyiciləri, Şəhid Qazi Veteran ailəsi. Sizi mən Şirvan şəhərindən, Məcburi Köçkünün ailəsindən Xaqani qardaşımızın ev muzeyindən tanış edəcəm. Xaqani qardaşımız Sulqovşanda şəhid olub. Sucayiyyətləri qəhrəmancasına şəhid olan qardaşımızı və onun atasını sizlə tanış edəcəm. Ev muzeyini sizinlə tanış edirəm. Əziz və hörmətli dəyərli xalqımızın xanımları və bəyləri. Analar belə oğullar dünyaya gətirdi, belə igid oğullar dünyaya gətirdi və vətənə xidmət etməsi üçün onları böyütdü. Hansı min bir əziyyətlə. Onlara çox böyük əziyyətlər çəkdilər analar, atalar və gördüyünüz kimi medalının sayı hesabı yoxdur. Vətənin yolunda, keşiyində duran və hətta öz atası, valideyni gözləri ilə gördüyü şəhid olan da qardaşımız gülə-gülə şəhid olubdur. Və Allah Taala'dan arzu edək ki, məqamı uca olsun. Rəbbim onların ruhu qarşısında biz xalqı utandırmasın. Daima onları yaşadaq, daima onlara sadiq olaq və dünyanın hər tərəfində qardaşlarımızın tanıtmaq üçün əlimizdən gələni əsirgəməyək. Bu mübarək torpaqlar yolunda şəhid olmuş qardaşlarımız əbədi, sonsuza qədər yaşamalıdır. Çünki o bizim haqqımızdır. Boynumuzun borcudur ki, onları yaşadaq. Və sizi əziz və hörmətli bacılar, qardaşlar, şəhidimizin atası ilə tanış edəcəm. Füzuli qardaşımızdan xoş gördük əziz və hörmətli atamız. Və sizin adınızdan cümlə xalqımızın adından dəyərli mənim dostlarım, dəyərli bacı qardaşlarım, bax şəhidin atasının əli öpülməlidir. Qoy bütün Azərbaycan xalqı bilsin ki, şəhid atası buyur əyləş. Şəhidin atasına dəyər verməliyik, çünki o hansı zülümlərlə bala böyütdü və oğlunun vətənə, torpağa göndərdi və qurban getdi. Şəhid oldu qardaşımız. Bax belə də Allah məqamını uca eləsin. Gülə-gülə də şəhid olmuşdur qardaşımız. Atası Füzuli qardaşımız bunu gözləri ilə görüb, başından aldığı güllə yarasından düşmənimizin gülləsi ilə qardaşımız şəhid oldu. Amma gülə-gülə bu dünyanı tərk etdi. Cənnət məkan olsun qardaşımızın, məqamı uca olsun. Atamıza sualım olacaq. Canım ata, Füzuli ata. Bəli. Allah sizə səbir versin. Allah sizin canınızı sağ eləsin. Allah sizləri qorusun. Allah sizlərin qarşınızda biz xalqı utandırmasın. Həmd olsun ki, Allaha sizin kimi atalar yetərincə 37 min şəhidimizin atası hamısı bizə müqəddəsdir. Əlbəttə ki, dünyasını dəyişən atalarımız da var o şəhidlərimizin arasında. Onlar torpaqların işğaldan azad olunmasını görmədilər və o qisasları görmədilər. Allah onların məqamını uca eləsin. Və sizə sualım budur ki, siz hansı rayondan xalqımıza özünüz haqqında bir məlumat verin, qoy xalqımız sizi tanısın. Buyurun əziz atam, buyur qardaşım. Çox sağ olun, Allah sana sağ eləsin. Allah prezidentimizi qorusun. Bu öndərimizin davamçısı İlham Əliyev cənablarını qorusun. O çünki bizim uşaqların qoymadı ki, qanı yerdə qala. 4 günün müharibədə hamısının qələbəni saldıdır. Allah'a şükür. Mən də oğlum Məmmədov Xaqani, mən oğlumdan fəxr edirəm ki, Azərbaycana bilənsən layıqlı bir övlad idi. Buyur, devam elə ata. Yaxşı, mən indi müharibədə olsa, onsuz möhtərəm prezidentimiz deyib ki, yeridə əməl elədi ki, bu dəmir yumruqla bunları sındırır. Bəli. Həmişə də bunların başının üstündədir o dəmir yumruq. Yenə də ki, mən bir dəqiqə nəysə olsa, canımla keçməyə hazıram. Allah sizdən razı olsun. Mən dedim, bu balamın
Məsələn, o qaçmam yəni mənim üçün biraz çox ağırdı. Ki, yəni ki, mənim o balamın nə tərəf o şeyim, onlar qanun ilənsin. Canım qardaşım. Şəxsən mən uşağımla gələndə o paltarlarında da izi var. Mən dişlərimi onun qanunla dartıb qırmışam. Allah sana sağ eləsin, yine Allah prezidentimizi korusun, Xalqımızı qorusun. xalqımızı korusun, Ordumuzu qorusun. ordumuzu korusun. Allah qazilərə can sağlığı versin, Allah şəfa versin. Veteranlarımıza can sağlığı. Veteranlarımıza, qazilərimizə, hamısına Allah can sağlığı versin Amin ki, ya Rabbi. siz de çok sağ olun kardeş. Allah sana sağ olasın ki siz arayıp, aktarıp gelmişsiniz ziyarete. Allah sizden de razı olsun. Çox sağ olun mənim dəyərli qardaşım. Bizim boynumuzun borcudur. Hər zaman sizlərin yanında olmaq, sizlərə səbir diləmək, sizə qol qanad olmaq. Əlbəttə ki, bizim Xəqani tək sizin oğlunuz deyil, cümlə Azərbaycan xalqının canıdır və onun ruhu önündə cümlə Azərbaycan xalqının adından və şəhid atası sizin qarşınızda bütün cümlə Azərbaycanın nə qədər qeyrətli oğlu var, şərəfli oğlu var. Onların adına mən sizin və övladınızın ruhu qarşısında baş əyirəm və sizə sayğı ilə, hörmətlə sizlərə mən uzun ömür can sağlar edirəm. Əziz və hörmətli bacılar, qardaşlar, mən sizə şəhidimizin geyindiyi bu mübarək paltarı təqdim edirəm. Qardaşımızın iyi də hələ də paltarındadır. Allah Teala onun məqamını cümləsinin uca eyləsin və qardaşlarımızın hamısı bir-birindən yaraşıqlı, bir-birindən nur üzlü qardaşlarımız bax beləcə bu vəfasız dünyadan köçdülər, getdilər.